Aşağı Gözdək qaranlığa qərq olur. Sakinlərin illərdir bitməyən problemi. Abşeron rayonunun Aşağı Gözdək qəsəbəsinin bir qrup sakini Doğru Xəbər TV informasiya portalının redaksiyasına müraciət edərək uzun illərdir həllini tapmayan infrastruktur problemi ilə bağlı narahatlıqlarını bildiriblər. Sakinlərin sözlərinə görə Bakı-Şamaxı magistral yolundan qəsəbəyə dönən küçə, həmçinin qəsəbə daxili yol sahələri hava qaraldıqdan sonra tamamilə zülmətə bürünür. Halbuki həmin yol boyunca müasir standartlara uyğun işıq dirəkləri quraşdırılıb, lakin bu dirəklərin demək olar ki, heç birində işıq yanmır. Müraciət edən sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə qəsəbə icra nümayəndəliyinə və bələdiyyə sədrinə müraciət etsələr də, problem dəyişməz olaraq qalır. Bu isə bir sualı gündəmə gətirir. Hal-hazırda ən elementar kommunal xidmət olan küçə işıqlandırılması niyə bərpa edilmir? İctimai təhlükəsizlik baxımından küçə işıqlandırılmasının işləməməsi ciddi risklər yaradır. Elmi araşdırmalar sübut edir ki, işıqlandırılmayan küçələrdə qəzaların ehtimalı artır, cinayət halları və təhlükə riskləri yüksəlir, insanlarda psixoloji gərginlik və narahatlıq yaradır. Aşağı Gözdəyin sakinləri də məhz bu problemlərlə üz-üzədir. Qəsəbə sakinləri qeyd edir ki, qaranlıq küçələrdə sahibsiz itlərin çoxluğu həm uşaqlar, həm də böyüklər üçün axşam saatlarında hərəkəti mümkünsüz edir. Bu isə artıq təkcə kommunal deyil, həm də sosial təhlükəsizlik probleminə çevrilib. Qaranlıqda müşahidə olunan sahibsiz heyvanlar məsələsi aidiyyatı qurumların daha sistemli yanaşmasını tələb edir. Sakinlərin illərdir davam edən bu problemi göstərir ki, mövcud infrastruktur ya düzgün istismar olunmur, ya da ümumiyyətlə nəzarətsiz qalıb. Doğru Xəbər TV redaksiyası olaraq hesab edirik ki, qəsəbə daxili işıq dirəklərinin işlək vəziyyətə gətirilməsi, küçələrin işıqlandırılmasının monitorinqi və sahibsiz itlərlə bağlı tədbirlərin gücləndirilməsi aidiyyatı qurumların təcili müdaxilə etməli olduğu məsələlərdir. Redaksiyamız hər kəsin söz haqqını tanıyır.